Çox möhtəşəm bir mənzərəsi olan 3 otaqlı mənzil təcili olaraq satışa çıxarılıb. Harda? Buyurun izləyək. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takip etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda Şəfaət Mehdiyev küçəsində. Yeni inşa olunmuş hündür mərtəbəli binanın 10-cu mərtəbəsində. Ümumi sahəsi 137 kvadrat olan 3 otaqlı, tam təmirli və bununla bərabər sənədi kupçu olan bir mənzil təcili olaraq satışa çıxarılıbdır. Biz də istədik ki, çəkiliş edib siz dəyərli izləyicilərimizə təqdim edək. Binanın yerləşdiyi ərazi bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər Yasamal parkına və bu ərazidən keçən bütün avtobus xətlərinin, yəni marşrut xətlərinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda Şəfaət Mehdiyev küçəsində. Yeni inşa olunmuş hündür mərtəbəli binanın 10-cu mərtəbəsində. Ümumi sahəsi 137 kvadrat olan qanuni 3 otaqlı, tam təmirli, sənədi kupçu olan, ipotekaya yararlı olan bir mənzildir. Təcili olaraq satışa çıxarılıbdır. Binanın yerləşdiyi ərazi ilk öncə də bildirdiyim kimi bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər Yasamal parkına görüntüsü var və bu ərazidən keçən bütün avtobus xətlərinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Bu mənzilin qiyməti 350 min manatdır. Bu binada, ümumiyyətcə bu ərazidə belə bir mənzili bu qiymətə tapmaq qeyri-mümkündür. Dəyərli izləyicilər, bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik.